Ha qardaşlar, keçdi növbəti. Növbəti belə bir şeyimiz var. Bu amortizator qoruyucudur. Məlum məsələdir. Amortizatorun üstünün cızılmağı. Məsəl üçün zədələnəndə amortizator buraxır. Bunu bacardığımızda qorumaq lazımdır. Bu onun üçündür, qoruyucusudur. Bu şəkildə üstünə mont eləyəcəm belənin içinə, amortizatoru qoruyur. Daşdan, tozdan, torpaqdan, imkanlarımız daxilində belə bir şey də iki tərəfədə var. Bir məhsulumuz budur. Bunlar deyim ki, Hindistandan sifarişdən gəlibdir. Dostumuz var, eyni motosikletdən sürüyor, sağ olsun. Xahiş eləmişik, bizim üçün köməkli göstərir. Sonra Gypers montdur. Çıxardım. Gypers mont. Bu belə deyək, altdan qoşulacaq. Bunun burada yeri var. Gələcəkdə inşallah ona imkanım çatmadı hal-hazırda. Gypers alım, bağlayıb onu da göstərəcəm sizə. Bunlar uzun müddətə gəlir deyə biraz müharibə ilə falan əlaqədar İranda kargolarca gecikməsi ilə bağlı biraz uzun dərə gəlir deyə. Hindistana birbaşa bura kargo yoxdur. İndən sifariş vermişəm ki, əlimin altında olsun. Taxaq. Sonra növbəti məhsulumuz. Çıxardım, göstərəcəm sizə. Qabaq faranın qoruyucusu. Daş, böyük bir cisim, nəsə də indi yolda dəyə biləsə imkanlarımız daxilində faramızı qorumaq üçün. Bunu da mont eləyəndə göstərəcəm sizə, Allah qoysa. Bu belə. Bunun qıraqlarının dəmirləri də var. İçində indi bağladıqca onları detallı göstərəcəm sizə. Növbəti. Belə şeylər sifariş etmiş, açmışam, dağılıbdır. Bunlar nədir? Bunu qaranetə sifariş etmişdim. Burası metalik gəldi, eyb yox. Onlar kraskalib qoyaram yerinə. Bu jitks qoruyuculardır. Bu üstünə bağlanılır. Bura bağlanılır. Biri buraya üçündür. Digəri də belə bir şeydir. Üzü istəyirəm. Aha, buradadır. Bu da buraya üçündür. Plasmasdır, bildiyimiz kimi o bunun üstünün qoruyucusudur. Bunu ola bilsin ki, kraskaladım qoydum üstünə. Hələlik belə bağlayacağım gələcəyə. Ola bilsin çıxartdım, kraskaladım ki, daha qəşəng görsənsiniz. Bunlardır. Bir də əsas məsələ. Yəni motosikletin bəyəkləri qeyd eləmədim. Street off-road gedir də, yəni qismən yolsuzluq, çıngıllıq da belə deyək, qismən də şəhər üçün nəzərdə tutulubdur. Bunları Çindən vurmuşam, Taobao'dan. Yox, Taobao'dan, yox, 16.8-dən üzr istəyirəm. Oradan vurmuşam CF Moto'nun güzgüləridir. Burada bu güzgünün bir dənəsi mənə 65 manat dedilər. Mən cütünü Çindən belə deyək də sizə. 12 dollara vurdum, 9 dollara vurdum. Gəlməyi ilə bir yerə 20 dollar yaxın gəlib çıxdı. Ən sevdiyim CF Moto güzgüləri. Daha geniş göstərir. Daha kompaktdır. Offroad vəziyyətində bu qatlanılır içəriyə doğru. Yəni belə deyək də, Kolkosda, kənddə, harca bir yerdə sürürsənsə, məsələn ilişməsin, ağacı da qatlanır. Bunu da mont edib göstərəcəm, o baxırsa sizə. Belə, məhsullarımız bunlardır. Bir tayı da oradadır. İkisini də açmıram. Ümumi belə. Bir də patpresimiz var. Patpresi də açım göstərim sizə. Patpresimiz belə qoyum. Öz patpresi çox baha gəlir deyə internetdən onu Çindən vurdum. Bu BMW GS 310'un qabaq patpresidir. Bunun göstərim, açım bir dəqiqə. GS 350'nin 310 estağfurullah, 310 olmalı çəkilməsi. Patpresidir. Öz patpresi qısadır. Çünki Gypers mont qoyandan sonra Gypers mont yuxarıya kimi gəlib çıxır. Bura Gypersin özünə qoyanda külək yağış tutur. Bununla onun fərqini özünüz quraşdıranda görəcəksiniz. Daha hündürdür digərindən. Təxminən arxasını itir. Bunun prosu şurup yerləri bundan fərqlidir. İnşallah bu altından açım. Burada bu şurup yerlərinə xüsusi dəmirlər var. O dəmirləri tokarda yenisini düzəltdirəcəm, buna uyğun eləyəcəm. Əlavə şurup yeri açmaq istəmirəm. Öz şurup yerləri qalsın, səliqəli görsəniz. Onu ladbislər yığım, onu inşallah biraz üstünə işləmək lazımdır. Kəstirim eləyim, quraşdıracın Allah qoysun.